Salam. Bugünkü dərsimiz əsasən Ngrok-dan olacaq. Ngrok nədir? Ngrok bir hakerlərin istifadə etdiyi tuneldir və bu tunel vasitəsilə biz test laboratoriya şəraitində etik çərçivədə bir exploit hazırlayacağıq exe formatda və mən tunelin necə public ünvana malik olduğunu göstərəcəm Ngrokun. Əslində Ngrok bizi belə deyim, port forward olmadan public belə çıxış verir. Və Ngrokun səhifəsi var. Gələcəksiniz, məndə burada hazır var, göstərim sizə. Ngrokun səhifəsində, məsələn, Ngrok yazacaqsınız, internet Ngrok. Və Ngroka girdikdə qarşınıza belə səhifə çıxacaq bir dəqiqə. Ngrokun səhifəsi. Ngrokun səhifəsinə girdikdə qeydiyyat edirsiniz. Qeydiyyat edildikdən sonra gələcək belə bir səhifə. Və səhifədə Linux bölməsində görürsünüz, download hissədə download vuracaqsınız. Yüklendikdə bu yüklənin qurtarandan sonra indi mən yükləndi. Bax belə üzərinə vurursam, bax bu içindəkini götürüb atırsınız ekrana. Məsələn, bax belə. Keçdi ekrana. Ekrana keçəndən sonra qeydiyyatı var. Misal, gəlirik, yenə deyirəm, apt download hissəyə və aşağıda bu hissəni kopyalayırıq. Qeydiyyat üçün. Sağ knopka open terminal here. Yəni desktopdan terminalı açırıq. Desktopdan açdıqdan sonra sudo super user'a giririk, root'a giririk, ./ verib və bu hissədə Ngrokun bu qeydiyyatını buraya yapışdırırıq ki, token bizi tanısın. Belirləyək, problem yoxdur. Copy və yapışdırırıq bu hissə position. Enter. Əla. ./ Ngrok TCP misal göstərirəm 67 bir dənə qapısında bir TCP port açırıq. Və super açıldı və bu bizə exploit hazırlamaqda, yenə deyirəm, etik çərçivədə və həmişə demişəm, etik çərçivədə öz laboratoriyalarımızı testlər aparırıq və Ngrokun özəlliyi ondadır ki, o bizə tunel verir, public, yəni tunel verir. Görürsünüz, burada tunelimizi verdi və bunu bağlamırıq. Open terminal eləyirəm, yenə də terminaldan açıram. Çünki exe formatını, yəni Windows'a test laboratoriya edəcəyimiz exe-ni burada açırıq və onu da öz laboratoriyamızda test edəcəyik. Qəti şəkildə başqalarının sisteminə yəni müdaxilə eləmək olmaz. Mən həmişə etik çərçivəni təbliğ edirəm və həmişə deyirəm, öz laboratoriyanızda testlər aparın. Qəti şəkildə başqalarının sistemlərinə sızmaq ümumiyyətlə qanunsuzdur. Və mən nə qədər like görərəmsə, sizlər də nə qədər baxış çoxalarsa, bir o qədər irəli mövzulara toxunacağam inşallah. Mən burada gələm MSV Venom yaradıram. MS Venom. Bir dəqiqə. Elə burada cache-da məndə bir dənəsi var. Deməli, mən bu komandada nə yazmışam? MS Venom əslində içi exe format nədir? Windows istifadə olunan formatdır. Mən MS Venom neyini? MS Venom deyir ki, Windows formatında mənim üçün Reward TCP, lhost. Lhost isə artıq biz, bax, bu açdığımız hissədən götürəcəyik, bax, buradan. Mən gələm bu hissəyə, aşağı hissəyə biraz oradan, əlim yatmadı, IO'ya kimi olan hissəni buradan kopyalayıram və gələm bu hissəyə və bu IO hissəni buradan belə sildirəm. Mən də əvvəl white ilə qoyub, sizə elə birbaşa onu yazacağız sonra, pass selection və bu qarşıdakı bu slash da götürürük. Və gəlirik L-port, yəni hansı portu dinləyəcək Ngrok vasitə 16284. Gəlin elə bunu yazaq bura. 16284 və 16284 və exe və formatı da bura yazırıq ki, məsələn, test exe öz laboratoriyamız üzrədir və yəni mən keçənlərdə bunu videomuzda biz bunu belə deyək, digər C2 framework məsəl üçün Sliver vasitəsi eləmişdik keçən dərslərdən, amma mən bu dəfə MS Venom vasitəsilə eləyirəm. Exe formatı yenə deyirəm Windows'lara daxilində exploit yaradıb sistemdə testlər aparması nəzərdə tutulur və Windows formatında lhost hissəni isə mən Ngrokdan götürdüm. Yenə deyim, Ngrok bizlərə və hakerlərə ona görə lazımdır ki, tunel, public tunel yaradır və onun demonstrasiya edirəm və exe formatını ekrana yerləşdirəcək və bu hissə IO-ya kimi L-portda, L-hostda, L-portda isə bu bir hissə olacaq və enter vururuq. Enter vururuq, gözləyirik. Çalışın, dərslərimizə like edin. Nə qədər çox, yenə deyəm, təpki görərəmsə, yəni baxış falan görərəmsə, inşallah irəli düzey videolarda toxunacağım. Test exe ekrana düşdü. Amma biz indi özümüz üçün MSV konsola gezək. MSV konsol nədir? MSV konsol xüsusi proqramdır.
Red Teamdə xüsusən istifadə olunur. Daxilində payloadlar, həmçinin çoxlu sayda belə deyək ki, exploitlar barındıran bir proqramdır. Həmişə də yeniləri yəni test amaclı istifadə olunur. Red Hat-da mən indi bilavasitə ora deyirəm ki, use exploit mənim üçün multi handler. Use exploit multi handler edirəm və deyirəm show options. Təbii ki, içi boşdur. Dinləmə mövqeyi boşdur. Biz dinləmə mövqeyi localhost. Görürsünüz, mən exe formatının içində bu hissəni qoydum. Bax, bu ağ qoydum hissə. Digər hissə localhost isə bu hissədir ki, onu dinləməyə qoyacağım. Set lport. Set lport 000. Bu nə deməkdir? Lport, yəni bütün IP-ləri dinləyəcək. Localhostun yerinə, yəni mən 4.0 qoydum və dinləmə də 67 port ilə gələcəkdir burada. Görürük zaten Ngrok-u bağlamırıq, amma mən burada görürəm. Üzü istəyirəm. Bir dəqiqə burada. Lport yox. Üzü istəyirəm. Lhost. Mən də baxıram, o niyə elə olur? Lhost düzdür. Lport başqadır. Lportda port göstəririk. Lportda isə biz 67 portunu göstərəcəyik. Ngrok-dan verdiyimiz məlumat elə gələcək. Enter. Ondan sonra set payload. Set payload, yəni qatar düzəldirəm. Windows /meter mən deyirəm mənim üçün reverse TCP-ni açsın. Set payload Windows meter. Baxaq görə harada təf var. Bilirəm, baxaq. Setin sözünü balaca eləyək. Ola bilər ona görə bir hata verib. Set payload qatarımız Windows meter reverse TCP. Məncə düz olmalıdır indi. Baxaq. Deyir set sözündə yenə də bir dəqiqə üzr istəyirəm. Dəyişdik, seti balaca elədik. Götürək. İndi oldu. Deyirəm də burada böyük qoymuşum yenə də. Burada balaca olmalı set payload. Qatarımızı düzəltdik. Qatarı düzəldəndən sonra biz bilavasitə exploit yazırıq. Niyə? Exploit yazırıq ki, dinləməyə keçsin. Amma bunu indi mən atmalıyım Windows'umuza. Test laboratoriyamızda mənim bir açdığım bir test var. Device. Məsələn, share folder. Görsə hələ məlumat gəlməyib. Məlumat üçün tıklama olmayıb. Tıklama olanda bura məlumat gələcək. Yenə deyirəm, test amaclı laboratoriyalarımızda eləyirik məşqləri. Ancaq etik çərçivədə başqalarının sisteminə sızmaq olmaz qəti şəkildə. Mənim tədrisim ondan ibarət ki, mən baş sağlam burada etik çərçivədə öz laboratoriyamızda test daya keçirik. Select folder, auto mode seçirik. OK. Bu dərslər ümumiyyətlə laboratoriya xarakterdir və həmişə mən demişəm dərslərdə başqa sistemlərə, Black Hat fikirli şeylərdən uzaq olun. Ancaq real, etik çərçivədə öyrənin, testlər aparın. İnşallah bizim test exemizi atırıq ora. Və hələ ki məlumat gəlməyib görürük. Mənim Windows'um açıqdır və Windows'uma keçirəm. Windows'uma bilavasitə nə edirəm? Gəlirəm test laboratoriya Windows'uma həmən o şeyi atacağım. Bir də gözür istəyirəm. Gəlin bir eləyək ki, tam yaxşı görünsün. Və test laboratoriyaya həmən o exeni buradan atacağım ora. Test atırıq bura. Və test düşür bura. Mən bunu tıklayıram. Tıkladıqda burada bir canlanma getdi, görürsünüz ki. Və artıq Windows'da məlumat Ngrok vasitəsilə izləyərlər. Məlumat gəldi bura. Böyüdürük sahəmizi və görürük ki, session açıqdır, Meterpreter işə düşdü və help komandası. Help nə komandadır? Yəni, burada bir çox kompüterin üzərində hansı əməliyyatlar eləyə bilərsiniz test zamanı. Yəni, SIS info, system information verirəm ki, sızdığım sistem haqqında. Yəni, hansı sistemə ki, test laboratoriya, həmən o mənim Windows'um, bax bu Windows'dur. Həmçinin biz daha irəli geçsək, misal göstərirəm, screenshot belə eləmək olar. Yəni, hansı help'da hansı komandalar görürsünüzsə, o komandaları laboratoriya şəraitində test elədiyiniz kompüter, yəni Windows'da görə bilərsiniz. Screenshot eləyirik. Screenshot bir avası bizim ekrana gəlir. Görürsünüz, monitor şeydə, kalədə görünür. Baxaq.
sızdığımız sistem, yəni Windows'un sistem məlumatlar gəldi. Yəni mən bu dərsdə əslində nələri başlamaq istəyirəm? Bilavasitə Ngrok hakerlərdə bax belə bir tunellərin yaradılması da istifadə olunur. Yəni biz MS Venom-u yaradarkən qalxırıq yuxarı. Ay, üzr istəyirəm. Bir dəqiqə. Tamam. MS Venom'la Windows ait bir Meterpreter tərsinə injinerlik eləyərək biz IO-ya kimi bura qoyduq və portu bura. Görürsünüz, bu hissə həmən exploit'in içinə getdi. Bax bu hissə. Amma digər lhost və 6767 portu isə aşağıda MSV Console vasitəsilə elədik. Bax burada və payload vasitəsilə dinləmə mövqeyinə keçdik və məlumatlar. Əslində Meterpreter gələndə oradakı əməliyyatlar ki, və background falan bir sürü testlər eləyə bilərsiniz. Oradakı əməliyyatları, yəni sızdığınız sistem üzərində görülən əməliyyatda system information və ya screenshot eləmək olar sızdığınız sistemdə. Yenə deyirəm, test laboratoriya şahidinə öz kompüterlərinizdə başqalarının sisteminə sızmaq olmaz. Çünki mən tədris mövqeli paylaşımlar ilə həmişə white hat üzərində fikirləşin. Əsas da belə deyək, nə qədər təbii yenə deyəm baxışlar çox olarsa, like çox olarsa daha irəli mövzulara toxunacağam. Həmçinin Blue Team layihələr üzərində mövzulardan danışacağam. Orada necə Blue Team-də layihələr hazırlanır və necə hücumların qarşısı alınır. Mən bilirəm ki, ümumiyyətlə Azərbaycanda bu mövzuda biraz resurslar çox azdır. Həmçinin ümumiyyətlə bir çox ölkələrin resursları çox az qoyurlar video. Çalışdıqca nə qədər çox baxışlarsa motivasiyaya gəlib daha çox paylaşımlar eləyəcəm. Və Ngrok'un da əsas prinsipi qlobala çıxartmaqdır. Yəni public IP verir, IP sistem public, yəni link verir bizə. Ctrl+C eləsəm, əgər Ngrok'a belə də eləyə bilərəm. TCP yox, bax belə bir HTTP məsələn 20 deyək 80 üzr istəyirəm, 80. Və 80 üzərindən mənə belə link verdi. Baxın, mən Ngrok'a sakın open link eləsəm, baxın mənə belə bir şey verdi. Çoxları bundan görsə açıqdır, heç bir şey açmır. Səbəb var. Çünki görürsünüz get sonra getdi. Bu normaldır. Gəlin mən bu hissədən çıxım. Eybi yox, buradan çıxaq bir dənə. Eybi yox, qalsın burada. Open terminal eləyək. Allah. Əlimdəydi, hara gəldi, eybi yox. Problem yoxdur. Open terminal. Mən deyirəm ki, sudo systemctl nüvəyə deyirəm. Start Apache 2. Və Apache 2-ni açıram. Gəlin görə Apache 2 açsanızsa qoşula biləcək bura. Əla. Məncə artıq qoşula bildi. Sudo ofv allo /tcp bunu da açaq qoyaq. İndi baxaq görək bu bizdə cd/var/www/html qovluğunun içinə girək. ls və sudo belə də sudo rm index.html və deyirəm ki, sudo nano index.html faylı var ki, onun içinə girirəm. Orada bir fayl yaradacağım. Görək salam /p Ctrl+X yes enter. Görək bura təsir eləyirmi? Salamı görürük. Yəni burada mən nə demək istəyirəm? Biz HTTP mövqe açdıq. Və o HTTP mövqe açan kimi o bizə babum mən hara göndərsəm fərqi yoxdur. Lokaldan qlobala çıxmış olacam. Yəni bu linki Bakının bu tayından o tayına harası istəyən göndər və lokaldan qlobala çıxma mövqeyinə malik olursan. Ngrok həm də onu sağlayır. Həmçinin mən 80 açdım. Apache 80 portun HTML ilk dərsdə demişdim. 80 qapısını da açdım və Apache folder indeksin içində bir salam yazdım və burada görürük ki, mən bu salam, yəni nəyi ifadə etmək istəyirəm? Belə deyək, bu qlobala olan linki bizə açır və həmçinin Ngrok TCP ilə biz bu gün testlər elədik. Həmçinin biz öyrəndik HTTP ilə çıxış eləyə bilərik. Bax, beləncə Ngrok, mən gələn dərsdə digər tunellərdən də danışacağam. Yenə deyim, like verin. Nə qədər çox baxış olsun, mən yenə də irəli düzey Blue Team, Red Team layihələrdən danışacağam. Həmçinin tunelləmələrdən, hakerlərin istifadə digər metodlardan danışacağam. Yenə deyirəm, dərslərimiz etik çərçivədə və öz laboratoriyalarınızda çalışın eləyin bunları. Nə suallar varsa kommentdə yazın. Çalışdıqca mən zaman ilə hamınızı cavablandıracağım suallarınızı inşallah. Allahın manında görüşərik.